İzahlı test 44-cü hissə 5-ci sinif ingilis dili. Baxaq suallara. Birinci sual choose a pair of antonyms. Antonimlər cərgəsini seçin. A bəndində hot, cold. Hot istidir, cold soyuqdur. A bəndi doğru cavabdır. B bəndinə baxaq niyə olmaz. Foggy dumanlıdır, cloudy bulutludur. Antonim deyil. C bəndində delicious, tasty. Delicious da dadlıdır, tasty də dadlıdır. Sinonimdirlər. D bəndində high hündür, tall da hündürdür. Bunlar da sinonimdir. A bəndi doğru cavabdır. Choose a sentence with the present simple tense. İndiki sadə zamanda olan cümləni seçin. A bəndinə baxaq. We are enjoying the game. Burada görürük ki, A işlənib, bir də fe'lin sonu ing, indiki davam edici zamandadır. A doğru deyil. B bəndində look and is drawing a picture. Bu cümlədə indiki davam edici zamandadır. C bəndində the children of our class have interesting hobbies. Bizim sinifin uşaqlarının maraqlı hobbiləri var. İndiki sadə zamandadır. C bəndi doğru cavabdır. D bəndi niyə olmaz? The boys are playing volleyball. Görürük burada A var və fe'lin sonunda ing. Bu indiki davam edici zamandadır. Doğru cavab C bəndidir. Üçüncü sual. Choose the correct question. A bəndində düzgün sualı cümləsini seçin deyir. A bəndində does Mike goes to his grandparents very often. Does işlənib 3-cü şəxsin təkində. Does'ın işlənməsi düzdür, amma fe'lin sonuna es artırılıb. Biz yalnız təsdiq formada fe'lin sonuna es artırırıq. Sual və inkar formasında artırmırıq. Ona görə A bəndi səhvdir. Who often goes to his grandparents? Kim gedir öz deməli nənə babasına baş çəkməyə tez-tez? Burada görürük ki, home mübtədadır. Home mübtəda olanda do, does'dan istifadə etməyə ehtiyac yoxdur. Başqa əvəzliklərdən fərqli olaraq özündən sonra do, does tələb etmir mübtəda olanda. C bəndində how often Mike goes to his grandparents olmalıydı. How often does Mike go olmalıydı. C bəndi səhvdir. D bəndində how often does Mike go olmalıydı. To his grandparents. Bu da D bəndi səhvdir. B bəndi doğru cavabdır. 4-cü sualın cavabını şərhlərdə videonun aşağısında yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.